Bu sadə Vkontak qrupunun startapa, onun isə unicorn-a çevrilməsi hekayəsi. Yəni dəyərinin 1 milyard dollara yüksəlməsidir. 2012-ci ildə Rusiyanın Yakutsk vilayətində temperatur -45 dərəcəyə qədər düşmüşdü. Belə şəraitdə şəhərdə demək olar ki, ictimai nəqliyyat da işləmirdi. Əhali isə özünə yeni alternativ tapmışdı. Onlar Vkontak qrupu qurmuşdular. Bu qrupda sərnişinlər gedəcəkləri yeri və ödəyə biləcəyi məbləği qeyd edirdilər. Buna razı olan taksi sürücüləri isə sifarişləri oradan qəbul edirdilər. 2012-ci ildə qrupu kəşf edən Arsen Tomski bunu startap ideyasına çevirməyə fikirləşdi və 2013-cü ildə InDrive startapını qurdu. InDrive-in işləmə mexanizmi qrupdakı kimi idi. İstifadəçilər, yəni sərnişinlər gedəcəyi ünvanı seçirdilər və qiymət təklif edirdilər. Bununla razılaşan sürücülər isə sifarişi qəbul edirdilər. Daha sonra 150 milyon dollar investisiya alan startap unicorn statusuna yüksəldi. Rusiya-Ukrayna müharibəsinə görə o fəaliyyətini 2022-ci ildən Rusiyada dayandırıb. Qazaxıstanın hökumətinin təklifi ilə o bütün komandasını Qazaxıstana köçürüb. 2024-cü ildə isə Artem Tomski Forbes-un Qazaxıstanın ən zəngin insanlar siyahısında 10-cu yerdə yer alıb. InDrive hazırda dünyanın 45-dən çox ölkəsində fəaliyyət göstərir.